Salamlar, saygılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla yenə xidmətinizdəyik. Ee, Elə proqramımızın başlanışında bir acı xəbərlə başlayaq. O da Yürüş Mehrəlibəylinin tutulmağıdır. Hələ bəlli deyil, niyə tutublar, açıqlanmayıbdır. Təzəlikdə həbs veribdilər, 6 il zindan veribdilər, 6 il neçə ay zindan veribdilər. Amma Təbrizə getmişmiş, Təbrizdə təəssüflə tutublar, həbs olunubdur. Ağay e, Davud Şiri də güya İttilaat Sipahtı ya İttilaatdı bilmirəm. Gəlib qapılarını döyübdülər, özü evdə olmayıbdı, açan olmayıbdı. Amma e, məlumdur ki, təqib. Ona da təzəlikdə zindan veribdilər. Amma gedəcək təcdidi nəzərə və təcdidi nəzərdə bu tutun illəti nə nədir, niyə cad olur? Bunun da haqqında biraz elə qonağımızla danışacağıq ki, bu həssas vaxtda Azərbaycan ki sükutdadır. Niyə belə Azərbaycana fəallarına hücum edirlər? Hətta bəzi mənabeylərə eşidirik ki, tanklar Təbrizdə müstəqər ediblər. Böyle küçələrin başında, ondan sonra da çox əcibədir, qəribədir ki, o fəzai əmniyyəti yaratmaqla hələ Təbrizdə o bir hay-küy yoxdur. Niyə belə bu hakimiyyət Təbrizə həssasdır və bizim milli fəallarımıza bu cür yürüş aparır və təqib qərar verir. İkinci mövzumuz dostlar, İranda gedən məsələlərlə Venezuelada baş verən mövzuları haqqında danışacağıq. E, Təbriz, üzr istəyirəm, İranda olan mövzularla aya Venezuelada olan mövzu eləyə bilər, bir-birinə rəbti ola, ya təsir qoya. Rəbt ki, yox, təsir qoya. Sözümü islah eləyirəm. Və aya Venezuelanın hadisəsi Trump'ın o dedici əsasında 2 dəfə ki təkrar eləyibdi ki, İranda baş verən olayları biz qətən himayət eləyəcəyik. Həm İsrail deyibdi, həm o. İranda gedən mövzular ki vardı, etirazlar vardı. Bu etirazlarda istəyir bir dənə özü istədici bir hökuməti gətirə işin başına. Əlbəttə, bunların da əlayimləri görsənir. Çox həssas bir mövzudur ki, bu bizim millətimiz gərək çox-çox huşyar ola. İnternasionalın apardığı siyasət və orada hətta videoları, təqəllubi videolar yaymaq, ondan sonra tək şahçıları səltənət tələbi orada təbliğ eləmək, bunlar bir mövzulardır ki, bizim millətimizin, xalqımızın və kulli İranda olan millətlərin hamısını gərək diqqətdə saxlayalar ki, bir məfkurə gəlir işin üstünə, o məfkurə məbnai fikrisi faşizmidir. Bir dövlət, bir millət projesi ki, Rıza Şah o Avropalıların siyasətini gəldi ortaya qoydu. Bu günlərdə həmin siyasəti bizə istəyirlər qalib eləyələrmi? Bunlar çox əhəmiyyətli bir mövzudur ki, qonağımızdan elə mücad eləyəcəm. Xahiş eləyirəm, ay Düstur Yəhyayı, elə vaxtı nəzərdə alaraq o mövzulara, çünki çox belə həssas mövzulara zad eləmişik, bir millətimizdən, xalqımızdan salamlaşın, ondan sonra proqramımıza
zad eləyər və Tamam. nəhayət də sizdən çox-çox təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul edib və təşrif buyurub gəlirsiniz, bir həm proqram aparaq. Buyurun, xidmətinizdəyəm. Sağ olun Cənab Süleymanım. Mən əslində mənim üçün böyük iftixardır ki, eləyə biləm millətimizin xidmətində olan, millətimizə bu qış günləri, soyuq günlərdə salam ərz edirəm. Ümidvaram ki, eləyə bilək millətimizin xidmətində daha çox olaq, daha millətimizin xidmətinə yetişək. Eyni zamanda da əlimizdən gələn hər şeyi sədaqətlə ortaya qoyaq. Sağ olun. Çox gözəl bir müqəddimə ilə siz başladınız. Əslində müqəddimə eyni zamanda çox mövzuları da kapsayır, yan-yana qoyur, iç-içə gətirir və bəllidir ki, biz dünya siyasətində də İran indi gündəmdədir. İran artıq besilah Elə günün Təbrizinizdən məsələsidir. başlayaq və Bəli, dəqiqən mən elə bilməyək bu dadım. tutular başlanır. Bəli. Bax, bu indi 9-cu gündür ki, İranda bir təzahürat başlayıb. Bu təzahürat Tehranın bazarından başladı. Bütün böyük şəhərlər, əlbəttə böyük şəhərlər dediyimizdə İranda minlərcə şəhər var, 44 mində kət var. Yəni demək ki, bütün şəhərlərdə demək olmaz, amma bir çox şəhərdə, bir çox yerdə belə təzahürat gedir qabağa. Təzahürat bəzi yerlərdə şişirilmişdi, bəzi yerlərdə də vaqiidir. Bəzi yerlərdə də dediyiniz kimi İran International'ın da onun hani tuzunu, biberini çoxaldır və zənn edir ki, böyük bir hadisə qabağa gedir. Təbiidir, rejimdən millət narazıdır. Bunu rejimin öz adamlarının amarına görə 92% millət rejimdən narazıdır. Rejimdən çox narahat, 92%. Bax, bu İranın öz amallarıdır. Yəni demək 8% rifah içərisində yaşayır, mutluluq içərisində yaşayır. Bu gün Təbrizə qeyd edəcəm, amma Təbrizdən zaten elə demirəm. Təbrizdən başlayaq ora gedək də. Yox, qoy bunu deyim, çünki bu yadımızdan çıxmasın. Bu yeni məclisdə mesela bütçeyi 1405 kabul olundu ki bərrəstlik olunsun. Yəni komisyon təlfiq rədd eləmişdi bütçəni. Bütçə məclisdə kabul olundu. Kabul olundu ki bərrəstlik olunsun. Bu bütçə çərçivəsində qərar oldu ki, hər xanəvadiyə, hər bir uzv xanəvadiyə 1 milyon tümən hər ay verilsin, 1 milyon tümən hər ay nəfər üçün. Nə çox ay, yəni, 1 kilo ətin puludur. Yox, yəni mənzur deyirəm ki, yəni heç olmaz, nə bilim 5 kətdə fərz eləyək tərəfin 5 uşağı var, 2 də özləri olsa 7 nəfərə 7 milyon tümən verilsin filan bəhman, amma vaqiyyətdir ki, bunun fəlsəfi açıdan nəyi gətirər, nəyi götürər. Heç bir şey mənası yoxdur bunun. Dediyiniz kimi bu qiymətlərin artışı ilə yox olub gedər. Amma peki dövlətin hədəfi nədir? Dövlət niyə istir bu işi görsün? Xoş, təbiidir, dövlət istir neyləsin? Bu köməklərlə, bu verdiyi pullarla millətin səsini qıssın, millətin səsini aşağı çəksin. Bu təzahüratda, yəni təzahüratı bastırsın. Verdiyi köməklərlə filanla qabaqçı qərar bu idi ki, mesela 3 dəhəki əvvələ verilsin, 6 dəhəki əvvələ verilsin, 7 dəhəki verilsin, qərar olub bütün İranlılara verilsin. İranda yaşayan bütün İranlılara bu köməklik veriləcəkmiş. Bunların hamısı nəyi göstərir? Bunu göstərir ki, hökumətin əlindən gələn imkanları qoyur millətin mesela ixtiyarında ki, neynəsin bu təzahüratın qabağı alınsın bir nəvinə. Yəni, rüşvə verir millətə ki, alın bu rüşvəni təzahürat eləməyin. Amma siz çox gözəl bir şey işarələdiniz. Xoş, madam ətin kilo 1 milyon tümənsə, nə fərq elər ki, 1 milyon tümən və ya 10 milyon tümən verilsin. Zaten bir təsiri olmayacaq iqtisadda. Hələ verilən bu pul da təvərrümü neynəyəcək? Canlandıracaq
Çinlilərin məşhur bir sözü var. Balıq vermə, balıq tutmağı öyrət. Sən millətə pul yayma. Millətə istehsala milləti yönləndir. Yəni tövlidə yönləndir. Karxana qoy. Təsisat qoy, tövlidə apar yuxarıya, iqtisad canlansın. Rüşd iqtisadını apar yuxarıya. Sən madam ki bu il məmləkətin rüşd iqtisadı Sağ Süleymanı mənfidir. Mənfiyə 3-4% mənfidir ha. Nəinki 1% olsun, 3-4% mənfi olan bir iqtisadda təzahürat da olar, narizahçılıq da olar, buhran, hay ruhi rəvani də baş göstərər, boşanmələr də çoxalar. Bunun yanında camiədə xuşunət də artar. Ki bunu neçə dəfə bu bərnamədə işarə eləmişik ki, camiə yoxsullaşdığı müddətcə xuşunət də çoxalar camiədə ki, görünür. Amma Təbriz məsələsinə gəlirkən, biz Azərbaycanlılar bilirsiniz, tarix boyunca İranda bütün hərəkətləri demək olar ki, bir də Azərbaycan başladı. Tarix boyunca, yəni hani qədimdən indiyənə qədər. Məşrutə dövrəsi olsun, ondan sonra Şeyx Məhəmməd Xiyabanı olsun, ondan sonra 21 Azər hərəkəti olsun. Hətta axırıncısı 29 Bəhmən idi. 29 Bəhmən 1356-da ki, zaten Azərbaycanın ayağa qalxması ilə zaten inqilab görüldü ki, rejim şahənşahı artıq tarixə qarışacaq. 29 Bəhməndə o imza atıldı. Niyə atıldı? Çünki Təbriz ayağa qalxdı. İndi Təbrizi bastırmaq üçün ki, Təbriz ayağa qalxması çox təbiidir ki, ora həm tank yerləşdirəcəklər, həm niruy ittilaatı yerləşdirəcəklər, həm niruy nizami, həm intizami, həm əmniyyəti. Bütün güclərini orada mütəmərkiz edəcəklər ki, Azərbaycanda bir hərəkət baş göstərməsin. Ondan sonra siz dediğiniz o insanlarımızı da, o milli fəallarımızı da tutacaqlar. Veya onları zindanla qorxutmağa çalışacaqlar filan bəhman. Amma bütün bunlara rağmen Azərbaycan elə oyaqdır. Doğrudan da oyaqdır. Azərbaycan həm oyaqdır, Tank həm gətiriblər. ayaqdadır. Ay düşür. Bəli, Tank gətiribdilər, bəli, yeridibdilər bəli, xiyabanlara, bəli. bəzi küçələrə. Bəli, o bəllidir. Hədəf budur ki, vəhşət əsasında, ər-rubu bin-nəsr bunların fəlsəfəsində var. Ər-rubu bin-nəsr. Yəni vəhşətlə qazan, vəhşətlə müvəffəq ol, piruz ol. Bunların bu həmişəki siyasətidir. Hələ məxsusən Azərbaycana. Amma bir də ki, bunun yanında dediyim kimi umumən iqtisadi vəziyyət də elə buhrandadır ki, rahatlıqla bu hərəkətlər, indi bu 9-cu günüdür, alınan məlumatlara görə indi nə qədər bu məlumat düzdür, nə qədər bu məlumat əsikdir hələ ki, bəzilərini müntəşir eləmirlər. Güya 17 kişi, 17 cavan deyək, 17 cavan indiyənə qədər bu təzahüratda can verib. Bu təzahürat əcib Dağ Süleymanı, məsələn, Qumda ki, heç məzhəbi bir şəhərdir. Qumda təzahürat var. Və bu təzahüratın da nəticəsində dediyim kimi 17 nəfər fövt edib, 17 nəfər insan can verib, 17 cavan. Əlbəttə rəqəmləri müxtəlif rəqəmlər deyirlər. 24 də deyirlər ondan. Bəli, bu zaten axı şəffaflıq yoxdur. Bilirsiniz, məmləkətin böyük dedi ki, 24 nəfəri təyid elədi BBC. Bəli, axı BBC-nin də axırda xəbərin axırında deyir ki, bizə yetişən mənabələrə görə, rəqəmlərə görə, yəni bəlkə də çox ola bilər, bəlkə də az ola bilər, bəlkə də muhtemelen hətta bu gün bir dənə şəhərlərdə Niruhay əmniyyəti bir dənə bimaristana saldırıblar. Yəni bir dənə bimaristana hücum ediblər. Həmlə eləyiblər bu saldırıb deyə də bizim millətimizin biraz dili zatdır. Bəli, və həmlə eləyiblər, bəli. Ona görə yəni acaba bir şey də sorula bilər ki, sizcə məsələn bu təzahüratın qabağı alınarmı? Yoxsa bu təzahürat yayılıb daha da çoxalar, daha da bütün şəhərlərdə göstərilər davam edər, haracan davam edər? Bunlar hamısı sualdır. Vaqiət budur ki, iqtisadi vəziyyət o qədər buhrandadır ki,
Məmulən ay Süleymani, məmulən bazar konservativdir. Yəni bazar belə mühafizəkardır. Vaxtı ki bazar bu təzahürata qatılıb, göstərir ki, iqtisadi vəziyyət çox buhrandadır. İqtisadi vəziyyət buhranda olduğu için tərəf bu gün bazarlar danışırdılar. Deyirdilər ki, axı bilirsiniz necədir? Sattığımız şeyin yerine ayrı mal alıp koyamıyoruz. Bugün aldığımız mal bir kıymetli, o kıymetin öyle bizim menfaatimizden de satırıq. Sabah gedib alanda görürük, xeyr, sattığımız maldan alacağımız malın kıymeti çok daha yukarıdır. Ve bu da bir buhrandır, bu da bir məsələdir ki, biz necə alışveriş ediyoruz. Hərdən deyirlər ki, biz müştərilərdən utanırıq. Ki dünən sattığımız malla bugün sattığımız mal arasında fark var. Bak bir ağaya himməti geldi bu unvanı mesela Reis Kullu Banki Merkezi bir neçə gün için dolar bir aşağı inme oldu dolarda. Dolar 120 xordi 130 minə qədər gerilədi. Bu gün dubara çıktı 125 145'e bazar azadda. Bazar azadda o ayrı bazarlarda değiller 139, 138, 135 ama vaqiyyət budur ki bazar azadda o təyinlər qiyməti vaqiyini orada 145 min tüməndir bu. Yani dubara hərəkətə geçip belə görünür ki bu 150-160 min tümənində geçecek. 1 dolar ay Süleymani bu bile faciədir bir memlekette. Pes binaberin bu təzahürat axı dəlili yoxdur bu təzahüratın. Məgərin ki vuralar, dövelər, sındıralar, öldürələr, hani saçmayı güllələrlə ayaklarına, gözlerine bir sürü yadınıza gelse geçen tezahüratta birçok cavan kızımız, birçok cavan uşağımız gözleri kör oldu. Buralar yine kör ediyorlar. Siz bir şey dediniz. Dediniz ki Ağay Trump 2 dəfə peş-peşe peyam gönderdi. Eğer tezahüratta adamlara şillik olunursa, şillik eləsiz insanlara tezahür edenlere biz əksələməz göstərəcək. Bu əksələməzlə çox ağır olacaq. Yani bunu hem dünən dedi, hem bugün dedi. 2 dəfə bunu tekrar elədi. Aya vaqən Ağay Trump neyler İran'da, ne iş görer? Hop Ağay Trump'ı zaten pişmin eləmək biraz çətindir. Bəli, vaqiyyət budur ki, Ağay Trump ola bilər ki, dedi, bir dəfə həmlə elədi o, bir daha həmlə elər. Və İran bu həmləni qaldıramaz ay Süleymani. İran bəlkə rejim arzusu budur ki, bir dana həmləyi məhdud xarici olsun. Çünkü rejim bunu fikirləşir ki, əgər bir dana həmləyi məhdud xarici olsa, mən eləyə bilirəm ki, içəridə bir ittihad sağlayam. Fəzai əmniyyəti yaradam. Fəzai əmniyyəti yaradam. Eyni zamanda o 12 günlük savaş kimi indi 13 savaştı. Savaş olduğu için heç kəsə başın qaldırmamalıdır. Savaş olduğu için başın qaldıranın başına vururam deyər. Yəni dediğiniz kimi əmniyyəti bir fəza yaratmaq için bəlkə də rejimin faydasını ola bilər. Amma məhdud bir həmlə. Uzun dönemli bir hamle tabii ki rejimi yıpradar. Çünkü rejim Süleymani 2 taraflıdır. Bugün siz bayaq bir şey dediniz. Dediniz ki bugün güya bir az azalıp şeyden. Yani mesela tezahüratın zaten biraz yavaşlayıp. Evvela Süleymani uzun bir müddet ne rejim eləyə bilər niruların xiyabanda saxlasın. Yani səfərbər eləsin, amadə eləsin. Nə millət canın şüşədən tapıb ki, günlərcə xiyabanda neynəsin, təzahürat eləsin. Bu olacak bir şey değil. 2 tərəf yorurlar. 2 tərəf də yıpranar. Zaten bunlar birbirini yormaq için bunu uzaldırlar. Hem rejim uzaldar ki millət yorulsun, dönsün evlerine. Bir tərəfdən də rejim də niruların uzun müddət xiyabanda saxlayanmaz.
Onlar da fərsud olarlar, onlar da yorularlar. Onlar da bəzən mümkündür mesela fərmanlarının fərmanlarını yerinə gətirməyələr. Ki o zaman rejim zaten sağlıt olar. Vaxtı ki sərbaz, vaxtı ki نیروی intizami mafوقun əmrini yerinə gətirməzsə, demək ki o artıq rejim işləyənməz, artıq rejim ayaqda duranmaz. Bu da bir ayrı məsələdir. İndi bir ayrı mövzuda ki siz işarələdiniz, qoy onu da mən biraz o çox əhəmiyyətlidir ki, acaba Venezuelada olan hadisə İrana nə rəbti var? İrandan nə əldə elər İran? Nə zərər elər, nə sud elər? Ya onun Çok müşabihi İran'da baş olabilir mi? verebilir mi? Baş verir, bu da bir sualdır. Bak, Süleyman'ı İran'ın kolun kanadı her tarafta vırıpla dağıdıplar. Kolun kanadını sındırıplar. Suriye'de sındırdılar. Lübnan'da sındırdılar. Yemen'de sındırdılar. İndi Irak'ta sındırmaya başlayırlar. Nihayet İran'ın kolu kanadı kırılıp artık. Ve İran tek kalıp, bilirsiniz ki yani İran ne bileyim bu Suriye'de belə olmadığı sürece veya Hizbullah Lübnan'da faal olduğu müddetçe İran şey elirdi yani, boy değildi. İsrail'e de bütün dünyaya da. Çünkü korkurdu bütün dünya. Bəli, İran'ın sərnişti o vaxtdan değişti ki Haniyyəni, İsmail Haniyyəni Tehran'ın göbeğinde vurdular. İsmail Haniyye mehmanxaneye Sepah Pasdaran'da öldürüldü. Tek onun otağı vuruldu. O bir zaten mehmanxanadır orada yani oteldi. Çok adamlar orada kalırdı ama tek onun otağını vurdular. Bu da İran baktı ki xeyr, o mesela nüfuz edeyim. Veya Ağay Fəxrizadəni maşının içinde vurdular. Arvadı yanında oturmuştu, onu öldürdüler. Arvadını öldürmediler. Yani bunu artık bütün İran'ın qabaqçı vəziri de dedi, vəziri ittilaatı dedi. Ve biz dedik ki, kardeş gel artık kulağımızın dibine. Artık yanımızdadır İsrail'in ajanları. Heç zat eləyənmirik, tutanmırıq. İttilaatı fəaliyyətlərimiz də yoxdur. Hətta bunun ispatı için de dediğim kimi bak 20-30 tane fermandehi bir neçə saniyede öldürdüler ay Süleyman. Yani İran el kolu bağlayıp, indi bağlı kalıp. Acaba Venezuela'da İran ne olabilir Venezuela'nın vəziyyəti? Bunun iki boyutdan bura bakılabilir. Biri budur ki İran yine kaybetti. İran yine zarar elədi. Neçə milyar dolar Suriye'de gitti. Bir neçə milyar dolar da şeyde sərmayəguzarlıq eləmişdi İran. Saxtaman sazı eləmişdi. Maşinayı səvari xətti tolid açmışdı şeyde Orada. Venezuela'da. Ondan sonra enerji mesela enerji santralları kurmuştu orada. Pəhbat istehsal eləyirdi orada. Bunların hamısı biləxərə sərmayə iləndir. Qeyrət o 2 milyar dolar da dəsti pul vermişdi yani, nəqd pul. Bütün bu pullar yok oldu gitti artık. Necə ki Suriye'de milyarlar yok oldu. Yani 100 milyara yakın pul yok oldu. Əlbəttə ay düşür. Mən rəsmi mənbələrdən eşitmədim, amma fəzai məcazda deyirdilər ki, dövlət müvəqqət Venezuela elan eləyibdi ki, təəhhüdat ki Cümhuriyyə İslamiyyə vardı. Biz onu cad eləməyəcəyik. Əməl eləməyəcəyik. O Axı bilsən təəhhüdata. elə onun dediği o xanım kimdi bu onlar mavini Maduro idi. O gəlib iş başına. O belə sözlər deyər. Çox məmləkətdə belə deyərlər. Amma əməldə baxarsan görəsən ki, elə onun dalınca Trump bir şey dedi. Dedi ki, sən də bizim sözümüzə qulaq asmasın, Maduro kimi olarsan. Yəni onun başına gələni sənin başına gətiririk.
Ona 150 dənə təyyarə ilə həmlə eləmişdilər də. Bir dənə təyyarə deyil ki, 4 paygahın vurdular bir anda. 150 dənə təyyarə ilə həmlə Əlbəttə o eləmişdilər. deyirdilər 30 dəqiqədə o əməliyyat Bəli, bəli. qurtarıb. Bir dənə belə 30 film, dəqiqədə. yani Hollywood'u bir film idi da. Bir filmi maceracıyı bir film idi. Ki 30 dəqiqədə tərəfi otaqdan, yəni yataq otağından həm özünü, həm Tərəf xanımını fürsət eləməyib çıxartdılar yuxarıya. pənahgaha girə orada özün O zad xeyr, et. xeyr, yəni bəllidir. Yəni bu göstərir ki, bu hesab planının bir zadıdır. Bundan sonra bir hadisə də oldu ay Süleymanı. O da biraz İranı nigaran elədi. Xoş, təbiidir ki, bir tədad Amerikanın özündə, bir tədad Avropada, bir tədad nə bilim ayrı yerlərdə təzahürat ediblər bəli Trump. Ki bu oğulluqdur, bu qeyri-qanuni işdir. Bir dövlətin başçısını gedərsən otağından, otaq xabindən çıxardıb gətirəsən Amerikada ki, mən bunu mühakimə edəcəm. Bu huquqa aykırıdır. Bu qanunlara müxalifdir. Bu nə bilim insan hüquqlarına da müxalifdir. Bunu deyənlər var. Amma vaqiət budur ki, Venezuelada bir tədad da xoşhaldırlar. Bir tədad da Bir tədad yox, mən bizlə həm bizim həmkarlarımız vardı. O bizim xaricəlilərin çoxu elə Amerika Latinin zətləridir. bəli, İnanın onu mən əvvəlcə bu zətdə mən ki xəbərlərə qulaq asıram, qulağımda quşu qoyub elə qulaq asıram. Birdən dedilər ki, Maduro zad elədi, gətirdi ki, aparırıq Amerikaya. Əslən mən şok oldum. O həmkarlarıma dedim ki, nə hadisə baş verir? Biz bilmirik. Dedim ki, zadı sizin prezidenti bəli. tutublar belə gətirirlər Amerika. Ağa bunlar Təəccüb elədi. bir tür sevindilər hamısı deyir. Bəli, Oo, öz dillərində bir-birinə qaçdılar şirini almaq, nəm falan eləmək. bəli. İnanın, əvvəl inanmırdılar. Sonra ki özləri ki xəbərləri izlədilər, gördülər. Yəni ondan adam hiss edir ki, Amricatda, Venezuelada elə həqiqətən fəqrdə, fəlakətdə Bəli, nə bəli, qədər. bəli. Yəni Eynən bilirsən, bir illəri bizim əyalətə nə neçə min nəfər zat Venezuelalı gətiribdilər. Fəhlə. Süleyman 6 milyon Venezuela, zaten cəmiyyəti çox deyil, 6 milyon Venezuela, o iş bizə qaçıb. Eyni bizim İran kimi. İrandan 6-7 milyon insan pənah gətirib ayrı məmləkətlərə. Özdə maraqlıdır. Dünyanın ən belə yaxşı nəfti Bəli, oradan bəli. istehsal olunur. Nəfti səbut. Birinci nömrədir. Bəli, Bəli. bəli, bəli, bəli. Özdə Ha, həcmi də çoxdur. Az bəli. deyil. Amerikada birinci yerlərdə təqribən Amerikada da bütün dünyada birincidir. Bəli. Venezuela neft etibarilə o yer ölçümü ilə, yeryüzündə məsahəti ilə dünya neftinin birincisidir. Baxın, mən onu Bəli, bəli, dünya neftinin birincisidir. zaten dedim düz Və amar bu, bəli, əlbəttə yadımda bir şeylər qalıb, amma dedim düz amarı bilmərə. xeyr, bu yol birincidir və cəlibdir ki, dediyiniz kimi bu zadla, bu neftlə, bu imkanatla fəqr içində yaşamaq, təbiidir ki, orada insanların haqqı deyil. O insanlar axı eyni bizim kimi də, bizim indi desəm geçsin bir dənə rəhbərdən soruşsun ki, ay Xamenei, axı bizim dərdimiz nədir? Dünya ilə niyə biz davalaşırıq? Axı biz niyə fəqr fəlakət Bəli, içində bunun yaşayırıq? Bilirsən nə ay deyər? düşdü. Bunun əvaqibin hər hal nəcür olub onu da deyin. Bunun bir də elə qoy bunu deyim sizə. Dedim ay Xamenei'dən sən soruşsun. O döner deyər ki, ay Xamenei deyir, bütün mallılar, onlar ki bəs İmam Cümədirlər, onlar ki məclis xəbərqandadırlar, onlar ki məqam sahibidirlər, mallılar. Deyər də bəllidir, istiqlal, müstəqil olmağın cəriməsi var, müstəqil olmağın müsibəti var, müstəqil olmağın belə hadisələr də ola bilər. Qardaş, müstəqil olub da, yəni ayrı yerdə yaşayanlar müstəqil deyirlər. Mən müstəqil oluram ki, ac qalam. Ac qalam, yəni bax bu mənası nədir yəni? Sən müstəqil, yəni nə mənə, neyniyim yəni?
Yani bu gün alım çöreği bu kıymete, sabah alım bu kıymete ve millet açlığı içerisinde ki ben müstakilləm. Ac adamın istiqlalı olsa ne olar, olmasa ne olar? Ha, indi gələk sizin o əsas suala ki, biləxərə Trump'ın hədafi nə idi? Ay Süleyman, qoy biraz teori meseleye işare edeyim. Belki yorucu olur ama teori Yok, lazımdır buyurun, bazı buyurun. yerlerde. Bak Ay Süleyman'ım, e, e, Birinci Dünya Müharibəsi, yəni 1919'a kadar, yani Birinci Dünya Müharibəsi qutarıb, Cami-i Milal qurulub, Amerika'nın Nilson adında bir reis cumhuru var, bir tane doktorini var, bir nam doktorini Monroe. Doktorini Monroe'da belə bir şey pişnahad edirlər. Biz Avropanın elədiyi işlərə qarışmırıq. Biz üçün İstiqlal müharibəsi qabağa aparmışıq. O İstiqlal Savaşı da Amerikada. Bəli. O bilirsiniz İstiqlal Savaşı deyib geçmə. Amerikanın İstiqlal Savaşı Bəli, çox dünyanı böyük değiştirdi. iddia olub, bəli, bilirəm. Dünyanı değiştirdi. Ondan sonra İnqilab Fransa Amerikanın İstiqlal Savaşı'ndan nəticə oldu İnqilab Fransa. Ki dünyanı değiştirdi. Yani mənzur Amerika deyip geçmiyor. Amerika dünyada bazı işler yapıyor. Ondan sonra Monroe zaten doktorini buydu ki biz emperyalist güçler kimi kolonyalizm yani müstəmərə peşinde değiliz. Biz müstəmərə zad istemiyoruz. Bizim büyük yerlerimiz var ve bu büyük yerlerimiz bize kafidir. Biz müstəmərə peşinde değiliz. Əlbəttə düz də İngilizistan deyir, getsin. o düz fikriymiş Bəli, bəli. də. Yok, indi bu Monroe fikridir da, bu Monroe doktorinidir. Adı da doktorini Monroe'dur. Ve daha sonra İkinci Dünya Müharibəsində, yani Cəng Doğumu Cihan'dan sonra iş değişti. Cəng Doğumu Cihan'da əmələn Amerika savaşın artık bir motoru oldu da, yani müttəfiq güclərin motoru oldu Amerika. Amerika geldi. Ondan sonra dünya siyasetine Amerika Monroe doktrininden uzaklaştı ve dedi ben dünyanın jandarmıyam. Ben dünyada İstimari təfəkkürü apardı qabağa. bəli, müstəqil hani qabaqçı istimari hani Hindistanın İngilizstanın Hindistan'da apardığı siyaset veya İngilizstanın Kanada'da apardığı siyaset değil de, ama dedim ben koymaram ki bundan sonra bu memleketler fərzə komünist olsunlar. Aha. Vietnam Savaşı'na karıştı, Kore Savaşı'na karıştı falan Behman. Ondan sonra değişik yerlerde neçə tane paygay nizamzat kurdu falan Behman. Ama o qabaqçı Monroe doktrinine sahip olan fikir elə devam etti. Onlar gizləndiler, biraz dalda kaldılar. Dünyaya açılaq, biz dünyada siyaset sahibi olaq, dünyada özümüzü göstərək diyenler qabağa geçti. Ve demək olar ki, illərcə onlar elə qabaqdaydılar ta George Bush'a peder, George Bush'a pəsər, ondan sonra Clinton bunlar hamısı dünyada bir savaş başlattılar da ve Irak'a müdaxil elədilər, Libya'ya müdaxil elədilər, Afganistan'a müdaxil elədilər. Trump iş başına gelene kadar. Trump birinci dövrəsində o Monroe doktrini çerçevesinde bir şey dedi. Dedi, make America great. Yani Amerikanı bir daha büyüdək. Amerika büyüktür. Amerika number one'di yani dünyada. America is first. Bunu her zaman dile getirdi. Ve onun çerçevesinde dedi ki bizim artık dünya ile işimiz yoktu. Biz Amerika o kadar büyüktü ki bizim için. Çünkü elə o ikinci dövrəsində işe başlar başlamaz Kanada'ya dedi ki gel o Amerika'nın bir eyaleti. Sonra dedi ki Panama adına dedi. O güzergaha. Dedi bu Amerika'nındır. Sonra o Grönland'da dedi. Dedi bu da Amerika'nın bir parçasıdır. Sonra geldi dedi ki ben Amerika qarrəsinin hem şimalin hem cunubunu birleştireceğim. Ben fikirləm ki bu siyaset o siyasettir ki Amerika Avrupa'dan çekilir, dünyadan çekilir, Amerika'ya yerleşir. Bu 60-cı, 70-ci illərdə də mətrah oldu Amerikada.
Amerika'ya dönsün. Vietnam Savaşı'ndan sonra. Amerika'ya dönsün. Hatta Trump dedi ki bizim Irak'ta ne işimiz var? Bizim Suriye'de ne işimiz var? Bizim zaten o bizde ne işimiz? Amerika büyüktü bizim için. Biz eğer müsellat olsak Amerika'nın her tarafına, hem güneyine hem kuzeyine, biz dünyanın ağası yok. Biz neye gereği var? İttifakın bu çerçevede ki Venezuela'ya deyir ki ben geldim senin neftin için. Bu neft bizimdi. Bilirsən də arada bir söhbət elədi dün. Bəli, Dedi bəli. zaten Venezuela Amerikanındır. Yani yavaş yavaş mən fikir edirəm ki o birisi yerlərə də temel salacak. O birisi yerlərdə ya öz tarafına çekecek ya Benovi. Bunun yanında bir şey de işaret edeyim Ay Süleymani. Bu Amerika Cunubu'da da bazı memleketlerde de bazı insanların arzusu budur. Ki olsun Amerika'nın bir eyaleti. Ay Bir düşdür. Bir Amerika'nın bir... dənə cəlib bir söz dedi Çin. Bu hadisədən sonra, Venezuela hadisəsindən sonra dedi ki, əgər siz özünüzə haqq verirsiniz ki, gəlib o cür Venezueladan adamı götürüb apara bilirsinizsə, ora həmlə eləyə bilirsinizsə, bizim də haqqımız var Tayvana həmlə eləyək. Dəqiqən. Elə qorxma, o sözü şey de deyir, Putin de deyir. Zaten Trump'ın işleri de bu istikamettedir. Fərz edək ki, Trump gələndən sonra dedim ben Ukraynaya niye köməklik edeyim? Dedim ben NATO'ya niye mən verim? Ay Avrupa istəyir özünü müdafiə eləsin, öz səhmin versin. Mən niye verim Avrupanı, mən niye istəyim? Avrupa öz ayaqdadır, özünü itir. Mən uzaq yerdəyəm. Heç kəsin nə mənlə savaşı var, nə bizat var. Yəni Amerika Avrupanı da bıraktı öz haline, Ukrayna'yı da bıraktı öz haline. İndi Amerika'ya dönür. Ay düşdür. Yani Bir dənə də mövzu vardı. İndi Buyur. bir şey de işaret edeyim Buyurun. yadına çıkmadan. Bak Süleyman'ın bunun yanında bir de bir siyaset kabağı apardı bunun yanında. Bilirsiniz ki Amerika'nın düz biraz o tarafında Meksik'te büyük bir mesahet yeri Çinliler alıplar, orada ziraat ediyorlar. Yani Amerika'nın burnunun dibinde. Bəli. Amerika bundan çəkinir, qorxurdu ki, Çinliler yavaş yavaş gəlirlər, Amerika cünubuda bəzi rejimlər İslam kəpgiri adırlar. Yəni bəzi rejimlər sol hökumətləri var. Çinliler gələr, oradan inəyirlər, orada sərməquzarlıq eləyirlər, gəlirlər Amerikanın dibində, Amerikaya biləxərə yaxın İttifaqən bu olurlar. sualı soruşacaqdım mən. Bəli. Dəqiqən onun da qabağını almaq üçün bir Amerika mənim üçün kafidir. Mən qoymaram ki, mən fikirləm bundan sonra bunların bir zadı da Trump Kuba olacaq. iddia edir ki, Amerika'yı Latin bizim ərazimizdir və bu əraziyə başqa bir dövlət müdaxilə eləyə bilməz. Mən cümlə Çin. Evet, dəqiqən o zatıdır. O Monroe doktorininin idaməsidir. Ki bu 1900'lerdendir, 1918'lerdendir. Ki Amerika'ya kafirdir. Amerika'nın yeri böyükdür. Kafirdir ki Amerika öz yerində öz güdünü özü sürsün. Və lüzumu yoxdur ayrı dövlətlər burada müdaxilə eləsin. Və amma bunun İran'a təsiri nədir? Xoş İran təsiri budur, birinci təsiri. Yox, mən deyirəm ki, bu İranda o Venezuela'nın hadisəsi İranda təkrar ola bilər ya yox? Bax, bəzi şeylər var ki, zərurəti yoxdur təkrar olsun. Yəni zərurəti yoxdur ki, Ay Xameneyin gəlib Ay Maduro kimi əlin qolun bağlasınlar, aparsınlar Amerikada mühakimeye. Əvvələn ki, Ay Xameneyinin onlar bilirsən, Ay Maduro'ya deyirlər, sən məvadda müxəttir qaçaq eləmirsən, sən silah qaçaq eləmirsən, sən Əlbəttə terörist. eləyirlər, onlar eləyirlər. Bəli, sən Ay Xameneyiyə hər şey yaraşar, amma bəlkə də ayrı yerlərdə eləyə bilər, amma sən deyəməsən ki, sən məvadda müxəttir Amerikaya sadir edirsən. Yəni bunu Əlbəttə bilmirəm, yəni mənim Avropaya əlimdə sənət eləyirlər. yoxdur. Bu heç də Avrupaya gizli eləyə bilər, amma Amerikaya bu işi, bunu biraz bu Amerika iş biraz məsələsi
ərazisi o qədər uzaqdır. Ona görə Bəli, biraz bəli. Əmələn. Amma bəzi yerlərdə heç lüzumu yoxdur sən gedib tutasan tərəf. Bəs sənin boğazın tutmusan, nəfəs çəkənmir, nəftin satanmır, sərmayəguzarlıq eləyənmir, xarici sərmayə gəlmir. Cavan bir məmləkətdir. Bu cavan məmləkətin işə ehtiyacı var. Bu ehtiyacı təmin olmur. Hər gün qiymətlər artır. Rüşd iqtisadi mənfiyə gedir. Axı sən sərmayəguzarlıqda yoxdur və dünyanın da bilirsən nemətləri İrandadır. Bunların hamısından məhrum olub sən lüzum yoxdur İrana. Eynən Venezuela hadisəsini İranın başına gətirir. İran öz halı ilə belə qoysun, zaten yıxılır. Niyə yıxılır? Hələ Venezuelanın bir təsiri var İranda, Ay Süleymanı. Budur ki, Venezuela biləxərə bunlar həmkarlıq edirdilər. İran Venezuela ilə, Venezuela İran ilə əməkdaşlıq biləxərə edir, bəli. əməkdaşlıqla bunlar nəft satırdılar. Çin de bunların fırsat düşmüştü eline. Çok ucuz qiymətə bunların ikisindən nəft alırdı. Düzdür. İndi Amerika vaxtı ki o nəft quyularına Venezuela'da sahib olsa ki olacaqdı zaten onun için bir hedefi de budur ki nəft quyularına müsəllət olsun. Bu sefer eğer müsəllət olsa İran böyük silini de oradan yiyib. Eləyənməyəcək ki, neyləsin? Qətən yeyibdir. Əlan elə orada bilirsiniz, bunun İranın ən birinci dayağı olan ölkələrdən ki biri Cad idi, Venezuela idi. Venezuela'da Camiül Sadiqin dinəmənədir. Onun Camiül Mustafa. Camiül Mustafa üzr istəyirəm. Camiül Mustafa orada paygahı var idi. Hatta İsrailin Meksikdəki cadını istəyirmişlər terror eləyələr. O benəvi Camiül Mustafa'nın cadından mənşəlidir və təriqəsindən. Yəni məncə bu lüzum yoxdur İranda. Yəni eynən Venezuela kimi gəlirlər xanın. Yəni در həqiqət Amerika eyaletində paygahın İran mütləq əldən verdi. Axı tək Amerika eyaletində deyil, Xavərmiyəndə də verdi. O heç də bura hələ umut bağlayırdı ki, bunu mən çat eləyəcəm. Əlbəttə bunu Amerika iki dəlil eləyibdir. Biri əvvəlin dəlili odur ki, Çini oradan uzaqlaşdıra və o öz ərazisinə və qətən Cada da ultimatum verdi. Meksikə də ultimatum verdi ki, sən bəhərhal o zatları, o qaçaqçıyan məvaddə müxəddir və həmçinin o mafiyalar və həmçinin o migrantlar ki, pənahəndələr falanlar ki gəlir, sənin təriqindən gəlir. Bax, bunu gərək həll eləyəsən. Bu zaten göstərir ki, biləxərə at oynadır. Amerika Şimali, yəni indi Eyalət Müttəhidəyə Amerika və ya Amerika Birləşmiş Devlətləri məntəqədə nə edir? Atın oynadır. Çünki güclüdür, qüvvətlidir, iqtisadi qüvvətlidir, iqtisadi güclüdür, teknolojisi gəlişib. Və bir də Ay Süleymanı, onların bilirsən yetişdirdikləri 2000 üstündə məxsus niruları var. O məxsus nirular elə getdiyi yerdə hər iş görə bilərlər. Onlar çox qüvvətlidirlər. Ay düşür, fikirləşirsiniz ki, bu Çinin hovuziyə əməlin buradan yığışdırıb və Çinə bir o beqoli iqtisadi zərər vurmaqla və ora bir dənə cada bir əngəl yaratmaq Çinə dünya miqyasında. Aya bu fikri eləyirsiniz ki, bu cür ola bilər? Mən fikirləmirəm Çinə müstəqim bu iş. Çin də zaten bu bilirsiniz Sazman Milləli Müttəhidə Şurayı Əmniyyətin toplantısı var idi. Elə bu indi də davam edir. Bəlkə qutardı indi bilmirəm. Orada da söhbət olunacaq və orada bəlli də ki, oradan bir qətnamə çıxsa ki, Amerikanın əleyhinə, Amerika onu veto eləyəcək. Zaten o qətnamə veto olar. Şura Rusiya ilə Çin də difa eləyəcək o qətnamədən. Qətnamədən ayrı məmləkətlər də difa eləyir. Hətta bu
Karl Bildt buranın vəzir müxarici, qabaq vəzir müxaricəsi idi. Bir arada nüfus vəziri idi buranın. Onun bir məqaləsi var, ona baxırdım. O məqalədə xub şədidən Amerika İttifaq Mühafizəkar Hizbinin rəhbərlərindən biri idi. İndi artıq çəkilib kənara. Amma o da şədidən Amerikanı məhkum eləmişdi bu hadisədə. Ki sən axı nə haqqla bir dənə ayrı məmləkətin sən prezidentini, reis cumhurunu otaq xabindən əli qolunu bağlayasan, aparasan, təhqir edəsən belə, bu indi dadqaha aparasan, bu düz deyil. Hətta Amerikanın çox yaxın yanında olan şey də İngilizistan belə, Büyük Britaniya, İngilizistan belə dedi ki, gerek dünya qanunlarına ehtiram ola. Yani dünya qanunlarını Trump çiğneyip. O Fransa da əksləmə göstərdi. Bütün Avropa əksləmə göstərdi aşağı yuxarı. Ki bu doğru deyil axı. İndi sən bu işi necə görəsən? Bu mesela qanunların, hüququn, əhəmiyyətin beynən aparır. Sen niye bu işler görsən? Ama buna rağmen Amerika dediğim kimi Amerika öz malı oranı hissediyor. Öz malı bilir. Hatta mən fikirləm bundan sonra Kolombiya olacak, bundan sonra bilmem Peru olacak, bundan sonra öbürsü məmləkətdən tək-tək biləxərə hələ məxsusən o məmləkət, o Amerika latində ki, besra solcilər, yəni besra cirayişi kəpinə olan reis cumhurların çox Əlbəttə elə eyni adı çəpdə, sərnişdə. ay düşdürür. O Bu fərqlə bəllidir, çəpçi deyirlər. Və biləxərə bu böyük bir hadisə idi. İrana böyük təsiri, həm iqtisadi təsiri var, həm rəvani təsiri var. düzdür. Rəvani təsiri budur ki, xop biləxərə bir dənə İranın obursu qollarının kəsildiyi kimi bu qol da Amerika illətində kəsildi. Bəli. Və İran özünü Və artıq hələ o yəni sərmayə içi qoyubdu, o o da saxtaman falan getdi deyilən biləxərə. O sən o milyard orada bəli, sərmayə quzar edib. Hamısı sən hava o olacaq. və hava oldu. Sən o xanımın dediyinə baxma ki, o müavin reis cumhur indi belə müvəqqət olub reis cumhur. Biz sadıq, bilmem bütün qərardatlarımıza sadıq falan baxma. Zaten bunlar hamısı deyilər. Əvvəldə deyilir amma icra heç birisi icraya konulmaz. Şah zamanı inqilab oldu. Amerikada İranın 11 milyar dolar pulu var idi. O pullar ki, Hələ qərarda indiyə əsla qədər gəlməyib. Amerika Xeyr, Amerikalıların hamısını əl qoydu. O 444 gün Geroğan tutulan adamlar Bəli. var. Daha bir çox miqdarı onlara cərimə verildi, o xanavadələrə. Yəni ət moldu getdi və heç tatlı qalmadı. Bəli, İranın burada bir nəfər zindanı apartmanı var, vardı. saxtamanı var. Burada bir dənə zindanı elə bizim həmşəhrilərimizdəndir də, Əkbər Ləkistani adında. Bəli. Ay Əkbər Ləkistaniyə 12 milyon dolar zad eləyibdi, dadgah məhkum eləyibdi. Deyir, qıçım kəsilibdi, İranın zindanının təsirində falan eləyib, behman eləyib. 12 Bəli. milyon dolar məhkum eləyibdi və dəsturi pərdaxt da həmin mallardan veribdi. Bəli, İranın neçə saxtamanı vardı Amerikada. O saxtamanlar da müsadir olublar filan. Bunlar hamısı hələ gəlibdir. Amerikanın səfarəti İranda açılsa, o səfarəti gerek təkrar bütün İran təmir eləyə, cəriməsini verə, 1000 dənə məsələ. Yəni mənzur istəyirəm deyəm ki, İran çox yerdən şikəst yiyib. Bu siyasət qabağa getmədi ay Süleymanı. Eləyənmədi. Bilirsən, biləxərə istəyirdi desin Şiə dünyasında mən bir hilal-i Şiə yaradacağım. Bu hilal-i Şiənin içində oturacağım. Heç kəs də bu hilalın içinə girəməyəcək. Yəni mənim heç bir qudrət mənə gücü çatmayacaq. Bu hilal-i Şiədən qorxacaqlar. Bu hilalı yardılar. Bu hilalı Amerika yardı, İsrail yardı, Amerikanın dostu İsrail bu hilalı yıxdı. Bu hilalı sındırdı. Bu hilal artıq heç bir dərdə dəyməz bugün. Və bu axır zadə mesela şeniz axır deyərlər də, axır zadə elə Venezuela idi ki, o da yıxıldı. O da mesela xakiriz deyirlər də, o xakiriz də yıxıldı. Artıq İranın hər hangi bir zadı xakirizi qalmadı ki, ona pənah gətirsin.
Bunun təsiri, rəvani təsiri iqtisadi təsirindən də az deyil. O İran bilir ki, o pullar artıq getdi. Necə ki Suriye'de getdi, orada da gedəcək zaten. Amma bunun rəvani təsiri budur ki, İran rejimi də qorxmağa başladı. Ciddi olarak qorxur. Ay Süleymanı, bunu vaqiyyət budur ki, bu ağay Trump'ın bu dediğinden sonra belə hemen əlbəhəm görsən ki, bütün İran məqamları hövlə düşdülər, vəlvəliyə düşdülər. Qorxu içərisində hərəsi bir şey dedi. Mesela ağay Larijani dedi ki, Amerika bilsin ki, Amerikanın bizim ətrafımızda minlərcə sərbazı var. Bunlar sərbazların hamısı yox Qabaq elədi. indiyə kimi nə qələt tartıbsız, ilə belə də Axı yox da sənin məmləkətinin dedim göbəyində gəldilər, İsmail Həniyəni öldürdülər. Heç sən Qasım Süleymanını öldürdülər. An düşdünüz ki biz bunun zadını alacaq. Heç de olmadı, heç de eləyənmədiniz. 12 gün müharibədən sonra dediniz bunun biz bilmem telafi eləyəcək. Heç de telafi olunmadı. Gerçi 12 gün müharibəni İran da haykü çalıb ki 12 gün müharibə ki biz kazandık onu. Elə bir min xordiyi adam İsrail'den ölüb. Canım İran'ın öz rəqəmlərinə görə min xordiyi adam öldürülüb. Bir sürü saftıman yox olub İranda. Deyirlər xeyr biz kazandık. 12 gün müharibədə biz kazandık. Yəni mənzur rəvani cəhətdən Venezuela'nın bu hadisəsi İran'ın rejimin için və yuxarıda gələn adamlar için bir xətərdir, təhlükədir. Hər ləhsə hər şey ola bilər. Ay düşdür. Bir dənə də sual soruşum. İki dənə mübahisə var. Biri budur ki, ağay Xameneyi dərxast eləyibdir ki, əgər bu süqut eləsə, bu vəziyyət gərgin olsa, süqut eləsə rejim 20 dənə pastarlarınla bahəm 20 dənə o sipahın adamlarından bahəm getsin Rusiyaya. Rusiyadan dərxast eləyib. Bir dənə də şayət çıxdı. Şayət ki, yox, dərhəd hətta radio BBC-də o radio BBC zad elədi. Hətta İngilistanın bir dənə təhlükəsiz orqanlarının qabaqçı məsullarından danışdı. O da təkzibdə eləmədi ki, İranın bir də məsullarından dərxastı pənahəndəki eləyibdi İngilistana. Bax, bunu necə ərciyab eləyirsiniz? Valla Alperen her şey olabilir. Her iş olabilir. Ama helalet bilirsiniz ki İran rejimi düşüş halinde değil. Yani İran rejimi yıpranıp, İran rejimi fersud olup, İran rejimi artık karayı deyirlər də Fasya, o karayısını əldən verib. Amma hələ də biləxərə ayaqdadır, hələ də rejim qabağa gedir. Qabağa gedir ki, iqtisadi cəhətdən qabağa getmir. Amma zor ilə siz dediyiniz kimi Təbrizdə tank yerləşdirilməsi ilə və ya təzahürata həmlə eləməyi ilə filan öldürməklə, öldürməklə, vurmaqla, döyməklə, zindanla hələ ayaqdadır. Bu rejim hələ düşüş haline geçməyib ki, o elə adamları qaçsın. Madro da zat eləməmişdi. Nədir? Kamilən işini aparırdı qabağa, ondan sonra dövlətçiliyin, prezidentliyin eləyirdi, arvadınla işləri görürdülər, falan eləyirdilər behman, amma bir 30 dəqiqənin içində süqut elədi. Mən zənn eləmirəm ki, İran Venezuela kimi deyil, Venezuela Amerikanın yaxınındadır, Amerikanın öz qarşısındadır. İran ayrı yerdədir. Bu eyni zamanda da bu hem rəhbəri məzhəbidir, hem rəhbəri siyasidir. Ay Xameneyi rejimin də hem siyasi cəhətdən, hem məzhəbi cəhətdən. Mən fikir eləmirəm Amerika bu xətt eləyə, yəni bu xətanı eləyə gələ biləm. Siz bilirsiniz ki, 90%, 90, şayət də 95% zat müsəlmanlar əhli sünnətdir. Bəli. Bəli. Zadın vəzni, şiələrin vəzni o qədər deyil ki, dünyayı İslamda bu məsələn Xameneyiyə sui-qəsd ola o dayıca sevinərlər. Dayıca onlar sevinər. Sui-qəsd olsaydı da Süleyman, sui-qəsd olmaq ayrıdır,
ola bilər, hər ləhzə hər şey ola bilər. Zaten müstəbid rejimlər 10-15 dəqiqə yıxılmadan qabaq özünü qüvvətli göstərir. Elə ona görə deyirəm, elə Hə, o o sizin təbiidir, təbiidir, o normaldır. Və həmişə də elə göstəriblər. Zaten heç bir şah da gedənə qədər axır günlər dedi, mən Səda İnqilabı Şumara şenidəm. Elə bir o ağacın heç ya qulağı yoxmuş, ya səs yetirmişdir ona. Amma indi vaqiət budur ki, biləxərə Xameneyi xub gözü açıqdır, bilir yəni nəyin nəsidir. Gerçi xub yaşı yuxarıdır, sinni yuxarıdır, bəzi şeyləri bəlkə idrak edən bilər, yəni olmaz ki, hər şeyi bilsin. Çünki zaten sinni yuxarıdır, 80 neçə yaşında adamdır. Və amma bilmirəm, suiqəst ola bilər, vurula bilər, döyülə bilər, amma Maduro kimi əl-qolun bağlayıb da yox, aparırlar Amerikadakı o mühakimə. Belə bir cəhətdən şey demirəm. o cəhətdən mən ərz edirəm ki, elə olmaz. Əlbəttə Amma bilirsiniz, deyirsiniz ki, o məsafəni nəzərdə alırsınız. İndi bilirsiniz, bir dənə navihaya Amerika gəlib dayanır Xəlici Farsda. Xəlici Farsda bir dənə ərteşdir. Bir dənə ölkənin bəli, ərteş bəli, qədər bəli, imkanatı var. bəli, bəli. Ona Bəli, görə o teknik imkanı çoxdur. Ola bilər. Ondan sonra Rusiya məsələsini gəlinkən, Bəşar Əsəd ayrı bir hesabıdır. Bəşar Əsədin həm babası, həm özü, həm biləxərə o həmmimə getdi də, yəni hadisə olandan sonra Paygah Rusiyaya getdi, amma Paygah Rusiyadan da Moskva pərvaz elədi. İranda mən belə bir şeyin olacağına pək inanmıram ki, belə ola. Yazıla bilər, bu hətta mən də oxudum, bəli, belə şeylər olub, belə bir dərxastı da verilib, amma heç bir tərəf, heç nə Rusiyaya təyid elədi, nə zat. Amma gerçi bu şeylərdə zaten nə təyid olar, nə təksib olar. düzdür. Amma birdən baxarsan ki, icra olundu. Hələ də müşəxəs deyil, Əlbəttə amma sözlü kəsirəm, çox üzr mən istəyirəm. fikirəm ki, Süleymanı, mən belə gəlir ki, İrana heç əl vurmasalar, heç sad İrana müdaxilə eləməsələr belə, İranın öz içindən İran sökülür. İranın rejimi öz içindən dağılır. Çox qəşəng nöqtəyə gəldi, Hə, cavab düşdür. Bu ki dağılır, siz fikirləşin ki, İsraillə Amerika bir dənə adamı bəzəyib gətirib ortaya qoya bilərlərmi? Vallahi o da artıq bilirsiniz ki, Millət bunu qəbul edər ya yox? tarixdə görünüb ki, belə şeylər olub tarixdə, olmayıb deyil. Biləxərə tarixdə bir çox adamlar belə gətirirlər. Lenini ingilislər gətirdilər da. Vainki biləxərə zeddi sərmayədarı idi, amma köməklik elədilər, Fənland yolu ilə apardılar Rusiyaya o muğə. Nə bilim, hətta Hitleri belə kömək elədilər, gətirdilər iş başına və sonra da oldu baş bəlası. Yəni təbiidir. Xumeynini də belə Fransız təyyarəsi ilə gəlmədi. Fransa ilə Amerika. Məgər Guadeloupe'da qərar verilmədi ki, biz şahı buraxaq, Xumeynidən dəfə eləyək. Bunlar hamısı biləxərə xarici qüvvətlər idilər, köməklik elədilər. Ola bilər ki, bəzi xarici güclər də təsir qoyurlar bir adamın yetişdirilməsinə, bir adamın böyüdülməsinə, bir adamı lider eləməkdə köməklik eləyə bilərlər ki, lider qeyirsinlər. Amma o adam gerçekten lider ola bilərmi, olanmazmı? Onu tarix nişan verər. Amma əlbəttə biz amma görürük də, biz Rza Pəhləvinin zərfiyyətin indiyə kimi bir dənə təcrübəsi yoxdur. Bir dənə təcrübə, bir dənə karxananı idarə etmək zadı yoxdur. Ay şişirdirlər, ay belədir filandır. İndi şişirdə bilərlər, onu hər gün mətrəh edə bilərlər. Onun da biləxərə dar dəstəsi var, onun da Avropadan, Amerikadan himayət edənləri var. Bəzi, hətta tək o deyil, mücahidlər də himayət edənlər var. Yüzlərcə nümayəndə məclis Avropada olsun ki, Amerikada olsun, mücahid tərəfdarıdırlar. Amma onunki qədər eləyən yoxdur da. Bu bir dənə vaqiyyətdir. Rza Pəhləvini çox eləyən vardı. Bəllidir Rza Pəhləvini, təbiidir. Hətta Rza Pəhləvinin
Trump'la görüşməsi olub keçəndə bir şumundan qabaq. Onu da yazırlar, onu da mət edirlər. Yəni bəlkə Rza Pəhləvini böyüdə bilərlər. Ola da bilər, gətirərlər, amma acaba İranda o hani İran lideri ola bilərmi? İran hökumətini əlinə alıb hökumət eləyə bilərmi, eləyənməzmi? Bunu tarix göstərəcək. Onu pişmin eləmək çətindir. Amma İranda yaşayan insanlar 1320 deyir indi. Ki Rıza Şah düşəndən sonra Şaban Məhəmməd Rızanı qoyarlar onun yerinə, ola padişah. Gerçi 10-12 il əsən müdaxilə eləmirdi. 1332-dən sonra müdaxilə elədi hər şeyə. Necə ki Ayət Xameneyi də müdaxilə eləmirdi. Xameneyi Xumeyni öləndən sonra bir neçə il elə doğrudan elə rəhbəri zadıdır, məzhəbidir. Yəni lider məzhəbi də Ayət Xameneyi. Əlbəttə Rəfsanjanı icazə vermirdi. Rəfsanjanidən sonra yavaş-yavaş Xameneyi oldu, bir dənə İblağa verirdi qanun yerinə. Məclis orada dura-dura məclisə deyirdi kimin vəzir seçin, kimi vəkil seçin, nə olsun, nə olsun. Şurayı Nigahban düzəltdi. Şurayı Nigahban kimi seçin, hər şeyə müdaxilə elədi. Ona görə də zaten İran millət tərəfindən təhrim olundu. Ay Xameneyinin ən böyük xətası bu idi ki, çox siyasətə qatıldı. Çox siyasi şeylərdə rol oynadı. Oynamamalıydı. O, bu ondan rəhbəri məzhəbi qalsaydı, elə bu ondan Vəliyev fərqi qalsaydı, çox şeydə müdaxilə eləməsəydi, bəlkə heç belə olmazdı. Bu günə də düşməzdi. İndi İranda hər tərəfdə təzahüratda, bəlkə hədəflidirlər. Amma bütün məsələyi Xameneyidir. Hətta sistemlə də çox məsələlər yoxdur. Xameneyi ilə məsələlər var. Odur ki, Xameneyi bu işdə də müdaxilə olunmamalıydı, eləməməliydi. İndi dediyiniz kimi Rza Pəhləvi gəlsə İrana və ya gətirsələr İrana və ya himayət olunsa və ya o böyüsələr, şişirtsələr, nə olar? İrana gəlsə acaba İranda padişahlıq, şahlıq müəssisəsini qurub qabağa apara bilərmi, aparanmazmı? Mən fikirləmirəm İranda yaşayan insanlar da artıq bundan sonra qəbul edərlər. Və bir də ay Süleyman, bu su tökülüb, bu tökülən suyu təkrar bir yerə yığmaq çətin olmaz. Su yalanıb yəni. Sən yəni İranda bir mərhələ keçib, yəni millət bir prosesini bağlayıblar, ayrı bir prosesi açılıb. Bu da Cumhuriyyət prosesidir. Bizim məsələmiz Cumhuriyyət İslami iləndir. Cumhuriyyət İslami də bu dərvağı deyil. Cumhuriyyət vilayət iləndir. Sən Elə Cumhuriyyət İslami həmin Cumhuriyyət vilayətdir də. Cumhuriyyət vilayət təhqir eləməkdir millət, ay Süleyman. Bəli. Yəni millət qoyundur, bir çoban lazımdır ki, bu qoyunu idarə eləsin. Güya millət öz-özünü idarə eləyənməz. Cumhuriyyət İslaminin ideolojisi bər əsası vilayəti fəqih təşkil edir. Bəli, bu təbii. Sən indi dubara gətirəsən deyəsən ki, xeyr, bunu qoyaq kənara. Dubara dönək Nizam-ı Şahanşahıya, mən zənn eləmirəm İran bunu qəbul eləyər. İran qəbul eləyəcək səbəb də yoxdur. Niyə gərək ki, İran bunu qəbul eləyər? Hərçənd ki, Cumhuriyyət İslamidən bir fayda görməyib. Cumhuriyyət İslamidən istifadə görməyib. Cumhuriyyət İslamidən ölüm görüb, yoxsulluq görüb, fəlakət görüb, tapdanma görüb, başqa bir şey görməyib. Amma buna rağmen yenə də biləxərə Cumhuriyyət İslamı adı altında bir Cumhuriyyət kəlməsi var. Bu Cumhuriyyətdən dubara bu Cumhuriyyəti bir şeyə atıb təkrar padişahlıq dönəminə geçmək biraz millətə tərs düşər. Mən zənn eləmirəm ki, belə bir şey olar. Amma tarixdə bilirsiniz, hər şey ola bilər. Və siyasətdə bilirsiniz ki, bir qədim bir teori var siyasi teoride. Siyasətdə kaybedəni heç kəs sevməz. Bəli. İndi Ayət Xameneyini də yavaş-yavaş o duruma gəlir ki, sevmirlər artıq. Bəlkə bir zamanlar sevirdilər. Amma indi Xameneyini sevmirlər. Bəli. İranda yaşayan insanları sevmir. Əlbəttə ay düşdür. 2 dəqiqə vaxtımız vardı. Hər söz olsa buyur. Vallahi ay Süleymanım, mənim axır sözüm budur ki, İranın həm öz içəridə, həm eşikdə
qolu qanadı qırılıb. Bəli, Rejim Cumhur İslami artıq tekrar qabaqçı qüdrətini əldə eləyəcək iqtisadını düşünən biri. bəli, Əgər dərəməthay nəfti də azalsa, ki, biləxərə indi 1.200.000 boşqa satır. Əgər onu da satanmasa, iqtisadi vəziyyəti daha da buhranlı olar. Nə qədər iqtisadi vəziyyət buhranlı olursa, o qədər millət bu rejimə qarşı kin bağlar, nifrət elər. Ki, nifrət eləyir. Ona görə mən zənn eləmirəm ki, bu rejim belini doğrulda bilər. Bu rejim artıq qabaqçı kimi vurmağa, döyməyə, dediğin kimi tank yerləşdirməyə Təbrizin küçələrində bunlara da əl vuracaq hələ, işi çoxdur, amma bir nəticə verməz. Yaxşı yolu budur ki, millətə dönsün rejim, millətdən üzr istəsin, millətdən məzrət istəsin və desin ki, vallahi mən çalışdım, eləyənmədim. Arzum buydu ki, xoşbəxt eləyəm, millət eləyənmədim. Arzum buydu, rifah gətirim, gətirənmədim. Arzum buydu, filan eləyim, eləyənmədim. O zaman da gərək rejimi Cumhur İslamı sökülə. Çünki dönür 1357-dən sonra olan icraata. Sən niyə müsaade elədin? Niyə milletin malını müsaade elədin? Niyə karxanaları müsaade elədin? Niyə fərmandehləri öldürdün? Niyə bir sürü siyasi insanı 1367-də əlbəttə edam qalıbdı elədin? hansı sistem gələ hakim ola ki, icazə verə bir dənə Ayşe, mərdumi bir hələ mən o taza sistemdən söhbət eləmirəm. Mən bu sistemdən, bu öz sistemindən söhbət edirəm ki, gələn millətdən məzrət istəyir. bəli, istəyə və Deyər ki, məni bağışlayın ki, icazə verə ki, bəli, bir dənə şayad onda bir məsuliyyət verə millət. Şayad bəli və yeni millət bir onu dediyim hökumət kimi iş olmaya deyək ki, bu müsalimət sidaqətdən gəldi, hökuməti bəli. təhvil verdi millətə və millət Şey, bəli, Nelson Mandela'nın məşhur bir sözü var, həmişə mən işlədirəm bunu. Deyir, bağışlayıram amma yadımdan çıxartmaram. bəli. Bağışlayıram amma unutmaram. Düzdür, bu bir dənə Millət tarixidir bəlkə mövzudur. bəli, Çox sağ ol tarixi ay deyilmiş. Düşdür. Bərhal Digərdir, sağ ol. təşrif gətirdiniz. Çox Sağ ol. minnətdaram, məmnunam. Dostlar, Allahdan istəyirəm ki, bizim millətimiz, xalqımız və bütün İranda yaşayan millətlər hamısı rifahda, asayişdə bəhərhal olsunlar və zindanlarımızı da unutmayın. Dua edin ki, zindanlarımızın da hamısı azad olsun. Azərbaycanın zindanları vardı. Zindan evində, Təbrizdə və başqa yerlərdə sürgündə olanlarımız da vardı. Hər halda hamısına azadlıq arzu edirəm və hamısının ailəsinə xoş günlər və xoş anlar arzu edirəm ki, tezliklə onların azadlığı ilə biz və məxsusən onların ailələrini sevinmək umudu ilə sizdən ayrılıram. Allah'a tapşırdım. Lütfen bizi izleyin. Dostlarınıza, tanışlarınıza bizim linklərimizi, bizim videolarımızı göndərin. Ta çoxlu insanlar bir zat və hamımızdan da istəyirəm ki, üzv olun və üzv olmaqla ta bu kanalımıza ta eləyə biləsiniz, izləyəsiniz. Sağ olun, şad qalın, gələn görüşlərə qədər ay düşür. Sizdən də çox-çox təşəkkür edirəm. Bəli. Sağ olun, şad qalın. Sizə sağ olun.